Bugünkü müsahibimiz elə bir insandır ki, yaşın sadəcə bir rəqəm olduğunu sübut eləyir. 12 qat dünya, 10 qat isə Avropa çempionu olmuş və 65 yaş olmasına baxmayaraq hələ də cüdo yarışlarında fəal iştirak edən veteran cüdoçumuz Fərhad Rəcəblidir müsahibimiz. İlk olaraq başlayaq sizin idman karyeranıza. Neçə yaşınızda başladınız? SSR-də Cüdo Federasiyası yarandı. 72-ci ilin axırı idi və yəni olimpiya növü olduğuna görə Sovet vaxtı hər şey əmrlə olurdu. Əmr olundu ki, bütün bu cüdo növünü yaymağa. Sumqayıtda 73-cü ilin martın 3-də ilk dəfə cüdo bölməsi yarandı. Mənim məşqçim, böyük qardaşım Əhməddin Rəcəbli o bölməyə rəhbərlik elədi və həmçində həm o zamanda da Bakıda da yaranmağa başladı. Həm məşqçi kimi işləmişəm, həm də məşqçi işləməyinə baxmayaraq, həm də ki, özüm də həmişə idmançı ruhu qəlbimdə var və onu həmişə də ki, aparıram özümdən. Veteranlar arasında yarışa necə başladınız? Yəni, nə vaxt başladınız? Veteranlar arasında yarışı 2002-ci ildən. Mən özüm onu təsadüfən bu qardaşım oğlu Elxan o vaxtları böyük idmandaydı, fəal Azərbaycan yığmasında idi. Dünya üçüncüsü oldu 2001-ci ildə və mən də həmişə internetlə onu izləyirdim. Yəni, orada Beynəlxalq Cüdo Federasiyasının saytında gördüm ki, World Judo Masters Championship, yəni o vaxtlar belə adlanırdı, ustalar arasında dünya çempionatı. Və özüm yazdım onlara, dəvət aldım 2002-ci ildə və tək buradan Şimali İrlandiyaya yola düşdüm. Hər şeyi özüm eləmişdim, vizanı da özüm aldım, hətta maliyyədə yarısını özüm elədim, yarısını dostlar kömək elədilər və ilk dəfə mən o yarışa qoşuldum və ilk yarışda 3-cü oldum. 3-cü yeri tutdum və ondan sonra bugünə kimi bütün yarışlarda demək olar ki, iştirak edirəm. Avropa və dünya çempionatlarında. O titullarınız, bu 12 qat dünya çempionu olmağınız, 10 qat Avropa, yəni bu 2002-ci ildən sonraki yarışlardaydı. Əlbəttə ki, bəli. İlk dəfə dünya çempionu oldum 2005-ci ildə Torontoda, Kanadada. Və ondan sonra 12 dəfə yenə də bu titulu aldım. 10-cu dünya çempionatında Las Vegas'da oldu bizdə, Amerikada. Orada da 12-ci dəfə orada oldum dünya çempionu və orada Beynəlxalq Cüdo Federasiyasının qərarı ilə onlar deməli 10 dəfədən artıq dünya çempionu olmuş insanları tapdılar. Tapdılar deyəndə onlar statistika var. 2 nəfərik biz. Mən 12 dəfə olmuşam. Bir Hollandiyalı var. 2 nəfər çəkidə, bəli, o 13 dəfə olub. Yəni bunu qeyd edildilər. Buna görə bizə xüsusi bir belə bir kubok verdilər. Yəni ki, bu da yəni bir tarixi bir şeydir. Yəni Azərbaycanda yəni belə bu boyda titulu, dünyada olan titullardan ikisindən biri bizdə. Həm də dünyada 2 nəfərdən birisizsiniz. Və bu sizə bir motivasiya oldu mu ki, siz yeganə, yəni o 13-də keçəsiniz? Əlbəttə, onlar da yəqin fikirləşdi ki, bir növ motivasiyadır. Yəni ki, onsuz da mən inşallah elə davam edirəm, hələ ki, qalib gələ bilirəm, bayrağımızı ucalda bilirəm, himnimizi səsləndirə bilirəm. Yəni, ürəyimdən gələn, sevdiyim bir işdir. Bunu davam edirəm inşallah. Qardaşınızdan danışdınız, qardaşınızla oğlundan danışdınız. Belə başa düşürəm ki, ailə üzvlərinizin... Ümumiyyətlə, bəli, bizim nəsil ümumiyyətlə o vaxtlar cüdo yox idi. Böyük qardaşım, müəllimim Əhməddin Rəcəbli Sumqayıtda 59-cu ildə texnikuma daxil oldu. Bir neçə ildən Azərbaycan çempionu oldu. Sambo üzrə yeniltmələr arasında. Sonra SSR 1-ci ilində yeniltmələr arasında 4-cü oldu. Mən də həmişə bunların o qardaşım deyərsə, ondan balaca qardaşım vardı, Məmməd. O da artıq məşğul olurdu sambo ilə. Və mən həmişə bunların yarışlarını izləyirdim. Və sonra da özümdə də həvəs yarandı. Mən də başladım. Deməli, qardaşlarım 4 qardaş idi. İkisi dünyasını dəyişib. Ən azı idman ustalarıdır. Məndən başqa 3-ü də Azərbaycan Respublikasının əməkdar məşqçiləridir. Böyük qardaşım mütəfəq dərəcəli
hakim idi. Sonradan titullar daha çoxdur indi onlarda da. Sonra bizim uşaqlarımız da, yəni mənim oğlum da, qardaşımın oğlanları da, hamısı yəni ki bu judo məktəbini keçib, bəli. Yəni hardasa indi ola bilər hamısı lap yüksək səviyyə çatmasa da, amma bu tatami tərbiyəsini alıblar, judonun tərbiyəsini alıblar. Ailədə bəs rəqabət var idimi? Yaş fərqləri var, ona görə sırf yəni bir-birinə yox, ümumiyyətlə rəqabət olmalıdır əlbəttə. Həmişə çalışırıq ki, bir-birimiz üstü. İdmanın prinsipi odur da, idmanda yəni hər bir hərəkətdə, hər bir qaçışda da, üzməkdə də, oynamaqda da, voleybol, basketbol, hər yerdə rəqabət olmalıdır. Rəqabətsiz inkişaf olmur. Oğlunuzun məşqçisi kim idi? Siz özünüz də məşqçi olmuşsunuz. Oğlum məşqçilər demək olar bütün Rəcəblilər. Mən də olmuşam, böyük qardaşım da olub, qardaşım oğlu da olub. Bəli. İndi artıq onda 36 yaşı var, dövlətə xidmət eləyir, hüquq mühafizə orqanlarındadır. Judo belə bir şeydir ki, bizdə yəni bu adamın ümumiyyətlə idman, yəni bu da bir necə deyim, xəstəlik kimi bir şeydir, amma xoş xəstəlikdir də, yəni ki, həmişə bədən, ruh tələb edir ki, idman olsun, hərəkət olsun, rəqabət olsun. İndi siz hələ ki planlarınız var da davam edəcəksiniz. İnşallah mayın 22-si, 25-i bizdə növbəti Avropa çempionatıdır. Latviyanın Riga şəhərində hazırlaşırıq. Hardasa mən özüm də hazırlaşıram. Həm yəni ki məşqçiyəm, baş məşqçi veteranlar arasında komandanın. Həm də inşallah bir 40 nəfər hardasa bizdə iştirakçı olacaq. Bu ilki veteranlar arasında Avropa çempionatında. Ümumiyyətlə bu illər ərzində olubmu ki, bədəniniz sizə bir dayan desin, yəni belə bir situasiya ki, dayanmaq istəmisinizmi? Dayanmaq bilirsiniz necədir? Məsəl üçün mən həmişə indi idman da həmişə zədələrdə olur bilirsiniz də. Yəni əzilməyən demək olar ki, oynaq, əzələ yoxdur məndə. Amma davam edirsiniz. Amma davam edirik. Hətta bir dostum var, soruşur. Əzilib gəlmişdim yarışdan. Dedi, yenə güləşəcəksən? Görmədi. Əzələn bu ağrı keçəcək, dedim, əlbəttə keçəcək. Yəni belə inanlı deyirdim ki, o deyir, sən nətər yəni ki, belə bir ağır zədə almışsan, amma yenə də yəni bu içərdən gəldi hardasa. Yəni nə olursa olsun, elə olur ki, elə bir zədə alırsan ki, müəyyən fəndləri eləyə bilmirsən. Amma başqa fəndlər çoxdur. Judonun fəndləri çoxdur. Onu elə bilsin, başqa fənd eləyərsən, məsəl üçün. Belə momentlər də olur. Bu həm də təcrübəyə əsaslanır. Siz o qədər zədələr görmüsünüz. Bəli. Zədəsiz idman olmur. Zədələr olur, amma şükür Allah, yəni mübarizəni davam edə bilirik və heç də pis də davam edəmirik. Hər yarışda, sonuncu yarışda 4 görüşdən 3-ünü ippon fəndlərindən qutardım. Özdə uçimatalar, yəni ən gözəl fəndlərdir judonun fəndlərindən. Hərlik alınır, şükür Allah, inşallah gələcəkdə də alınır. İnşallah. Bəs yəni hazırki yarışlarda sizə daha çox fiziki güc, yoxsa bu təcrübə kömək edir? Birisi bu bir kompleks şəkildə olmalıdır. Bir eləsi var ki, məsəl üçün çoxları deyir, Yaponların texnikası belədir, texnikaları belədir. Heç də o texnika öz yerində. Amma güc olmasa texnikada işləmir. Taktika olmasa yenə də məsəl üçün səhv buraxa bilərsən. Bunlar hamısı kompleks şəkildə olmalıdır. Mən də dedim, elə olur ki, məsəl üçün gücü də istifadə edir ki, rəqibi hazırlayıram, səhvin gözləyirəm, onda fəndim işlədirəm, məsəl üçün. Zakir dayanırsan sonra birdən tap, fəndim eləyirsən. Bu həm də təcrübədir. Bu təcrübədir, əlbəttə, təcrübə öz yerində. Amma təcrübə ilə onu hazırlamaq. Bugün saat yarım məşqim olub burada. Saat yarım, yəni bu yaşda saat yarım məşqim. Hər gün gəlirsiniz yəni burada məşqə? Həftədə 3 dəfə tatamidəyim, ondan əlavə də hər gün məşq, tatami olmayanda başqa məşqlərim var. Əlbəttə, bunsuz mümkün deyil. Heç cür mümkün deyil. Yəni ki, belə bir şey deyim sizə. İndi bəziləri deyir ki, indi deyirlər, veteranlardır, ay belədir, qocalardır. Axırıncı dünya çempionatında, Las Vegas'da, Ukraynadan Renat güləşirdi. O Renat Azərbaycan yığmasına dəvət almışdı bir ara. Bizim yığmadan da çıxır. Avropa çempionatı kişilər arasında. Birinci görüş uduzdu orada. Bu kişilər arasında Avropa çempionatı. Yəni veteran arasında məsəl üçün birinci görüş uduzur. Yəni bu o deməkdir ki, rəqabət var burada. Elə belə deyil. Ya da Yaponiyada 2003-cü ildə mən gedəndə mənim çəkimdə 4 Yapon var idi.
24 nəfər iştirakçı var idi. Bir nəfər də var idi, SSR çempionu idi. Gəldi birinci kruq götürdülər onu, hiç tanımayan bir adam. Veteranlar arasında gəldi, birinci kruqda çıxdı aradan. Bir də gəlmədi heç. Yəni ki, belə, yəni ki, o vaxtları kimsə olmuşsan, nəsə olmuşsan, amma bu günlərə, yəni bu nəticəni vermək üçün əziyyət çəkməlisən, məşq eləməlisən. Eləmirsən de, belə. Birinci kruq gəlirsən. Bəlkə də düşünürmüşlər ki, o məblədə o təcrübəyə məsəl üçün deyir, yəqin mənim təcrübəm zadım yaxşıdır, siz deyən kimi, yəni qalib gəldi veteranlardır da. Birinci kruqda heç tanınmamış bir adam qalib gəldi ona. Bəs yarışlarda nəsə maraqlı hadisələr yadda qalan nəsə varmı? Danışasınız. Yarışlarda maraqlı şeylər çoxdur əlbəttə ki. Elə ol, yəni ki, yarışın özünə getməkdə bir dəfə maraqlı moment oldu bizdə. O vaxtlar Çexiyaya gedirdik. Səfirlik Tbilisdə idi. Tbilisdən samolyota verməliydilər vizalarımızı, pasportlarımızı. Biz də səhər uçmalıydı. Gətirib veriblər aeroporta da, amma onlar götürüb samolyota qoymurlar. Biz də indi axşam samolyot qalxandan sonra xəbər tutmuşduq ki, vizalarımız oradadır. Biz də səhər saat 5-də uçmalıyıq. Axır neyini, orada bir nəfər tapdıq, taksi tutdu. Tbilisidən Bakıya kimi taksi ilə gəldi o adam. Bizim pasportla, bütün gecənizi maşını sürə-sürə gəldi. Bakının girişində bizim uşaqlar gözləyirdi orada. İnanırsınız, samolyotda biraz gecikdirmişik. Xahiş elədik ki, biraz samolyotda bir 15-20 dənə samolyotda da gecikdirmişik. Bəs komandamız uçur, pasportlar yoxdur, necə uçaqlar? Axır sağ olsun, Bakının girişində bizim uşaqlar qırmızı, yaşıldı işıqdan çatdırdıq. Yəni ki, çox maraqlı bir moment. Yəni, demişdik indi sözə, pasport gəlməsə uça bilməyəsin. 10 dəqiqə, 15 dəqiqə gözlədi bizi. Şükür Allah, yəni çatdırdıq, uçduq, getdi, yaxşı da çıxış elədi orada biz. Belə bir tendensiya yaranıb gənc idmançılar arasında ki, artıq yaş 30 oldu və ya 30'u keçdi, artıq dayanmaq lazımdır deyirlər və idmandan gedirlər. Yəni, buna münasibətiniz necədir? Mən sizə deyirəm, hətta 30 yox. Çox idmançılarımız, hətta yeniyetmə yaşında görürsünüz ki, Avropa birinciliyində medal götürürlər, dünyada götürürlər. Artıq bir ildən, 2 ildən bunlar yox olurlar. Yəni, nəticələr də olmur, özləri də heç bilmir haradadır. Yəni, yeniyetmələrdə bizdə həmişə nəticə olub. Yəni, bunun davamiyyəti gənclər arasında, sonra da əsas məsələ böyüklər arasındadır. Ora, məsəl üçün, deyərdim, bəlkə bir 10% həmin o yeniyetmələrdən gəlib çıxmır. O böyüklər arasında əlbəttə ki, bilirsiniz necədir. Məsəl üçün, bəziləri bizdə də deyir, olimpiyadanı bir dəfə utdu, sonra uda bilmir. Yəni, kəşkəli bir dəfə utsunlar, hamısını bəs eləsin onlara. Yəni, udmaq çox çətin. Judoda rəqabət çox güclüdür. İradəlisiniz siz özünüz, eyni zamanda formadasınız və motivasiya sirriniz nədir? Necə formada qarşı gündəlik həyatınızı necə qurursunuz? Motivasiya olub, bilirsiniz nətərdir? Motivasiya məndə elə bu, yəni uşaqlıqdan bu qanımdadır. Güləşmək, lider olmaq həmişə olub. Hər bir yerdə, yəni futbol oynayanda da, basketbol oynayanda da, qaçanda da, həmişə çalışmışam ki, birinci olum da. Bu olmalıdır mütləq. İdmanın prinsipləridir. Yəni, biraz boşluq eləsən, yəni, alınmayacaq. Yəni, cudonun özü də elədir ki, həmişə qabaqlamalısan, bir irəli getməlisən. Biraz gerilədin, rəqiblər gəlib keçəcəksən. Ona görə, onun üçün də həmişə müntəzəm məşq eləyəsən. Bir növü, belə deyərdim, həyat tərzi oldu məndə bu. Amma həm də ki, sevimli. Gənc idmançılara bəs fəal qalmaları üçün hansı tövsiyələr verərsiniz? Bugünkü gündə Azərbaycanda judo ilə məşğul olmaq üçün yaradılan şəraiti heç vaxt olmuyor bizdə Azərbaycanda. Nəticə qazanmaq istəyirsənsə, yəni ki, sadəcə məşq eləmək lazım. Yaxşı məşq eləmək, yaxşı müəllimlər gətiriblər. Hətta xaricdən də müəllimlər gətiriblər. Yeniyetmələr üçün də, gənclər üçün də, böyüklər üçün də. Yəni, öyrənməyə hər şərait var. Sadəcə, yəni ki, başqa məsələləri qırağa atıb, yəni, bununla məşğul olmaq. Nəticə ancaq onda olur. Maliyyədə var, hər yarışlarda aparırlar bütün. Sadəcə, deyirəm, judo sevən oğlanlar, qızlar lazımdır ki, məşq eləsinlər. Geçsinlər, nəticə versinlər, bayrağımızı ucaltsınlar. Yəni ki, o istiqamətdə iş gedir, şükür Allah. Bütün komandalarımız yaxşıdır bu saat. Hətta axırıncı olimpiyadda gördünüz ki, 2 dənə qızıl medalımız. Judodan gəldi. Bu da, yəni ki, göstəricidir, böyük də göstəricidir.